Salam əziz dostlar. Başqalarına qayğı göstərmək, yaxşı həyatın və yaxşı cəmiyyətin təməlidir deyimi Fazil psixoloq tərəfindən belə izah edilir. Heç düşünmüsünüzmü, niyə birinə yardım edəndə və ya kiminsə dərdinə şərik olanda daxilən bir rahatlıq tapırıq? Psixologiyada buna kömək edənin yüksəlişi deyilir. Əslində, qayğı göstərmək sadəcə fədakarlıq deyil, bu ruhumuzun ən böyük ehtiyacıdır. Biz başqasının yarasına məlhəm olanda, fərqinə varmadan öz daxili yaralarımızı da sağaltmağa başlayırıq. Yaxşı həyat yalnız maddi uğurlardan ibarət deyil. Əsl keyfiyyətli ömür başqasının həyatına toxuna bildiyiniz, kiminsə yükünü yüngülləşdirdiyiniz andır. Cəmiyyət isə böyük bir orqanizm kimidir. Bir üzv ağrıyanda hamı bunu hiss etməlidir. Qayğı bizi bir-birimizə bağlayan, soyuq dünyanı isidən o görünməz ipdir. Siz kiməsə əl uzatdıqda əslində cəmiyyətin təməlini daha da möhkəmləndirirsiniz. İndi isə gəlin bir anlıq düşünək. Bugün ətrafınızda olan bir insan üçün hansı kiçik addımı ata bilərsiniz? Bəlkə sadəcə bir necəsən sualı, bəlkə də səmimi bir dinləmə. Unutmayın, yaxşı cəmiyyət qəhrəmanların deyil, bir-birinə qarşı mərhəmətli olan insanların çiyinlərində yüksəlir. Siz dəyərlisiniz və sizin göstərdiyiniz hər bir qayğı damlası böyük bir yaxşılıq okeanına çevrilir. Özünüzə və ətrafınızdakılara yaxşı baxın.